Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Goranboy rayonu Mollavazlı kəndində, yeni adı ilə Goranboy rayonu Nizami kəndində 16 sot torpaqda təcili evimiz satışa çıxdı. Ev həqiqətən çox gözəl, şəraitli bir evdir. Mərkəz yola yaxın olan bir evdir. Mərkəz yoldan təxminən 150-200 metr məsafədə yerləşir. Yolu asfalt yol olan bir kənddir, Mollavazlı kəndi. Məktəbə yaxın yerdə yerləşir. Məktəb təxminən 200 metr məsafədə yerləşən bir evdir və keçək evin içəri hissəsi ilə sizi tanış edim. Həqiqətən tam şəraitli, çox gözəl və çox böyük bir evdir. Qarşı tərəfdə kiçik bir əldamə otağı var və evin çöl hissəsində yerləşən saluzer otağıdır. Və saluzer otağıdır. Keçək evin padval hissəsi ilə sizi tanış edim. Həqiqətən böyük evdir, çox böyük evdir. Geniş otaqları olan çox böyük bir evdir. Qarşı tərəfdə evin padval hissəsidir. Dəyərli izləyicilərim, sizə onu nəzərinizə çatdırım ki, bu gördüyünüz kanal Toğana çayının bir qoludur və bu evin həyətindən keçir. Bu evdə qətiyyən su problemi yoxdur. Çox gözəl məhəllə hissəsi var. Hər birini sizə çəkilişimizdə göstərəcəm. Qapısında 2 ədəd piyanə hissəsi var. Qarşı tərəfdə və sol tərəfdə piyanə hissəsi var. Keçək əvvəlcə sizə evin içəri hissəsi ilə tanış edim. Tam təmirli, çox səliqəli bir evdir. Bura dəhliz hissəsidir və qarşıda mətbəx hissəsi yerləşir. Evin sadəcə mətbəx otağında, patologda yüngül təmirə ehtiyacı olan bir evdir. Qarşı tərəfdə hamam sauzeridir. Əlavə evin heç bir təmirə ehtiyacı olmayan bir evdir. 3 ədəd geniş yataq otağı var. Birinci yataq otağı çox sərin, gözəl, şəraitli bir evdir. Bura evin qonaq otağı hissəsidir. Gördüyünüz kimi çox geniş qonaq otağı var. Bütün otaqlarda kombi xətləri var. Ev kombi sistemli bir evdir. Bütün otaqlarda kombi xətləri çəkilib. Sizə əlavə bir yataq otağını təqdim edim. Və bura isə evin 3-cü yataq otağıdır. Tam təmirli bir evdir. Təmirə heç bir xərc tələb etməyən bir evdir. Şəraitli evdir. Qaz, su, işıq xətləri var. Bütün kommunallar qaydasında ev çıxarışlı satılır, çıxarış var, torpağın və evin çıxarışı var və keçək sizə məhəllə hissəsini tanış edim. Dəyərli izləyicilərim, bura həyət hissəsidir. Gördüyünüz kimi qarşıda kiçik tövküzdə saxlamaq üçün kiçik bir otaq var və əlavə evin bu hissəsində əlavə bir böyük otağı var. Yataq otağı kimi də istifadə etmək olar, qonaq otağı kimi də istifadə etmək olar. Və keçək sizə məhəllə hissəsi ilə təqdim edim. Çox gözəl məhəllə hissəsi olan bir evdir. Məhəlləsində müxtəlif növ ağaclar var. Yəni demək olar ki, hər addım başı bir ağac var. Şəraitli evdir. Qarşıda kiçik navesi var. Və keçək sizə tövlə hissəsini təqdim edim. Məhəlləsi gördüyünüz kimi həqiqətən cənnət diyarı kimi olan, səliqəli ağaçları olan, səliqəli əkilmiş ağaçları olan bir şəraitli evdir. Evin şəraitinə söz yoxdur. Qarşı tərəfdən çıxış var, əlavə çıxış var. Qarşı tərəfdən küçə yola və bura əlavə bir təsərrüfat saxlamaq üçün tam hissəsidir. 2 otaqlı və qarşıda isə əlavə bir otaq var. Evimiz çox münasib qiymətə təklif olunur, qardaşlar. Həqiqətən çox səliqəli, şəraitli, çox gözəl bir evdir. 16 sot torpağın içərisində yerləşir. Sənədlər tam qaydasındadır. Çıxarış var. Qaz, su, işıq xətləri var. Su gördüyünüz kimi qapıdan kanal axır və evə heç bir xərc tələb etməyən bir evdir. Tam şəraitli, kombili bir evdir. Kimin üçün maraqlı olsa real alıcılarla qiymətdə yenə də razılaşma mümkündür. Əgər bu evi almaq istəsəz, səhifədə olan nömrələrdən əlaqə saxlayarsınız, satışına köməklik göstərə bilərəm. Əgər siz də evinizi, torpağınızı təcili satmaq istəsəz, səhifədə olan nömrələrdən əlaqə saxlayın, satışına köməklik göstərə bilərəm. Səhifəmizlə mən hər birinizdən xahiş edirəm. Diqqətiniz üçün çox sağ olun.